Salam, hər vaxtınız xeyir olsun. Mən Aytac müəlliməm. Bugün sizinlə bir neçə sözün quruluşuna diqqət yetirəcəyik. Deməli, milyoner sözü. Bu sözdə qeyri-məhsuldar şəkilçi işlənmişdir. Sözün kökü milyon, leksik şəkilçidir. Qeyri-məhsuldar leksik şəkilçi. Bayatmaq feili. Bayat sözün kökü, burada leksik şəkilçi və maq bildiyimiz kimi qrammatik şəkilçidir, məstər şəkilçisi. Obyektiv sözü. Obyekt sözün kökü, leksik şəkilçi. Problematik sözü. Problem sözün kökü, atik burada birlikdə leksik şəkilçi gedir. Bu da qeyri-məhsuldar şəkilçilərdən biridir. Damğa sözü sadə sözdür. Dam sözü ilə heç bir əlaqəsi yoxdur, sadədir. Qaranquş. Qaranquş da sadə söz hesab edilir. Yəni buradakı qara bizi çaşdırmasın. Fleksiyaya uğrayıb tarixən daşlaşmış sözlərdən biridir. Qaranquş da sadə hesab edilir. Aydın sözü. Bu da sadə sözdür. Çilingər. Bir qism bu tip sözlər var. Yəni gər hissəsini görürük. Onları biz düzəltmə götürürük. Məsələn, miskər. Nümunə kimi miskəri qeyd edə bilərik. Burada leksik şəkilçi olduğunu bildiririk. Amma çilingər sadə hesab edilir. Yanaşı sözü. Yan sözün kökü, aşı birlikdə leksik şəkilçi. Fərsiz sözü və fərdi sözü. Dilimizdə fər deyilən bir söz yoxdur. Yəni Azərbaycan dilində olmadığı üçün fərsiz və fərli hər ikisi sadə söz hesab edilir. Elçi sözü. Bu da el sözü ilə yəni kökü əlaqəsizdir. Ona görə də sözün birbaşa başlanğıc forması elçi hesab edilir və kökü də elə elçidir. Yoxsul sözü. Yoxsul sözünün kökü yoxdur. Yoxdan yoxsul yaranmışdır. Sözündən fərqli olaraq yoxuş sözü isə sadədir. Yəni yoxdan yoxuş yaranmayıb. Bu söz sadədir. Amma digərindən fərqli olaraq eniş sözü isə düzəltmə hesab edilir. Eniş. Sevda. Bu da çox çaşdırılan sözlərdən biridir. Sevda sözü sadə hesab edilir. Böyürtkən. Böyürtkən sözündə sadə götürürük. Böyürü tikan, yəni bu da fleksiyaya uğramış məqamlar burada öz əksini tapmışdır və bu sözü də biz sadə hesab edirik. Səlahiyyət sözünə diqqət yetiririk. Biz bilirik ki, iyyət üstü 2 leksik şəkilçidir və sözləri qoşularaq onun quruluşunu dəyişir və yeni söz yaratmış olur. Amma bir qism sözdə var ki, iyyəti biz orada görsək də həmin sözü sadə hesab edirik. Səlahiyyət də onlardan biridir. Yəni bunu da ona görə bu sözlər qrupunda yazmışam ki, çaşdırmayaq. Səlahiyyət sözünü də biz sadə götürəcəyik. Uca sözü, bu da sadədir. Tarixən uc sözü olmuşdur bunun kökü, amma bu tarixi faktdır. Yəni bizim hal-hazırki lüğətimizə, ana dilimizə, yəni hal-hazırki testologiya qaydalarımıza ziddir və bu sözü biz sadə götürdük. Udlaq. Udmaqdan udlaq yaranır. Yəni uduruq, udlaq meydana gəlmiş olur. Ayrılmaq sözünə diqqət yetiririk. Bunu bəziləri ayrı kimi götürürlər kökünü. Amma yada saxlamalıyıq ki, bu söz fleksiyaya uğrayan sözlərdən biridir. Sözün kökü elə birbaşa ayrılmaqdır. Yəni sözün kökü ayrıl, maq da burada qrammatik şəkilçidir. Düşünmək sözü də o formada düş deyil. Yəni düş deyil. Bunu bu formada götürmürük. Sözün kökü düşündü və ona da artırılıb qrammatik şəkilçimiz. Təhlil edəcəyimiz sözlər bu qədər. Diqqətinizə görə təşəkkürümü bildirirəm sizlərə. Sağ olun.